Deməli, Elgizlə Tolikin verilişlərin bağlanmağı ilə bağlı axşamdan yayımladığım xəbəri bir çoxları post eləsə də, heç biri axtarıb, araşdırıb nəticəni əldə eləmədi. Ona görə də qərara aldım ki, bu xəbəri də sizə elə özüm çatdırım. İş orasındadır ki, Elgizin verilişi həqiqətən bağlanıb. Bugündən etibarən artıq efirə getməyib. Amma Tolikin verilişi ilə bağlı bir çox suallar ünvanlayırsınız ki, bu necə bağlanıb ki, hazırda efirdə göstərirlər. Məsələ burasındadır ki, efirdə gördüyünüz o verilişlər artıq lent yazısıdır, yəni lentə alınmış verilişlərdir və onlar lent yazısı olaraq paylaşılır. Biz buna el arasında lori dildə zapis deyirik. Və Tolikin verilişi cümə gününə qədər davam edəcək. Cümə günü Tolik canlı olaraq çıxacaq, hər kəslə vidalaşacaq və öz yerini başqa bir aparıcıya verəcək. Yəni növbəti həftədən etibarən Tolikin verilişinin aparıcısı, hamımızın sevimlisi, gözəl aparıcımız Könül xanım Muxtarova olacaq. Könül verilişi təhvil götürür və növbəti həftədən həm də verilişin adı da dəyişdirilir. Bu anda təbii ki, hamınızı maraqlandıran əsas məsələ, əsas sual ondan ibarətdir ki, əminəm ki, bəs Tolik hara gedir? Bu yerdə həyəcanlı anlar. Çünki Vado müəllimin, Spes televiziyasının rəhbəri Vado Karovinin təşəbbüsü ilə Tolikin verilişlərinin sponsorlarını itirməmək üçün, bunun başqa səbəbi ola bilməz təbii ki. Çünki hazırda bugün gələn sponsorla birgə verilişin artıq 11 sponsoru var və o sponsorları itirməmək üçün Tolik Spes televiziyasında qalır və ən əsası Spes televiziyasının bundan sonra musiqili departamentinin rəhbəri Tarix Əliyev olacaq. O həm də əvvəlki verilişini, hazırda da Könül Muxtarovanın aparacağı verilişinin layihə rəhbəri olacaq. Hər ikisini təbrik edirəm. Hər ikisi üçün uğurlu olsun.